Görmez geldi gölgədi səsin, sözüm zəhərdir, yanar nəfəsin. Ekran titrəyir, adım qorxudur, kanalım kabusun başlanğıcıdır. Salam aleykum, herkesin akşamı xeyirli uğurlu olsun inşallah. Ayın 20'sine söz verdiğimiz çarx hazırdır. Həqiqətən çox çətin oldu. Maşallah çoxlu idilər yazırsınız. Yəni ola idlərin hamısını ora çarxa bir kopyalamaq həqiqi çox əziyyət oldu. O əziyyətdəki, yəni sizin bizə göstərdiyiniz dəstəyin yanında heç nədir. İlk öncə bunu deyim, uşaqlar. Həqiqətən hər birinizə təşəkkürümü bildirirəm. Fərq eləmir, bu YouTuber olsun. Has ki YouTuber deyir ki, izləyicilər heç kimdir. İzləyicilərin şotuna biz qalxmamışıq, biz özümüz öz əziyyətimizə qalxmışıq. Boş söhbətdir. Həqiqətən də sizin kimi izləyicilər siz olmasanız, biz heç kimik. Yəni bu söz bu YouTuberə aiddir ki, yəni izləyicisi olmasa o YouTuber heç kimdir. Yəni YouTuberlərin hamısını ayağa qaldıran kimlərdir? İzləyicilərdir. Hası izləyicilərdir, sizin kimi sıravi izləyicilərdir. Yəni həqiqətən hər birinizə çox böyük bir minnətdarlığımızı bildiririk, hər birinizə çox böyük bir təşəkkürümü bildirirəm ki, yəni platformada bu boyda əziyyət çəkib, bu boyda dəstəyinizi bildirirsiniz, bizə dəstəyinizi göstərirsiniz. Həqiqətən yəni sizin dəstəyiniz yəni ödənilməyi mümkünsüzdür. Bəzilər var idi, elmasa görədir, nəyə görə, valla and olsun Allah. Böyle 1000 elmas da, 10.000 elmas da versək, sizin göstərdiyiniz o vaxt ayrısınız, bəyənidir, baxışdır, yəni vaxtınızdan ayrısınız. O hər bir baxışın yanında, yəni o 100 elması, 1000 elması, 10.000 elması, yəni hər bir şey boş şeydir. Yəni həqiqətən də hər birinizə öz böyük bir təşəkkürümü bildirirəm, minnətdarlığımı bildirirəm ki, yəni belə sayısız, hörmət qoyursunuz, dəstək olursunuz. Bizi belə ucaldısınız. Yəni sizin sayənizdə. Yəni buna görə də inşallah yaxın zamanlarda bizə dəstək olan uşaqlar, açıq aydın danışım sizə. Yəni bu mövzu bu deyil, mövzu çarxırlamaq idi. Biz hara gəldik, çıxdı. Uşaqlar həqiqətən də deyim, biz YouTube-a başlayanda bir YouTuber əlini qatlayıb deyənməz ki, indiyənə ki, görünməzi biz qaldırdıq, görünməzə biz dəstək olduq, görünməzi biz reklam elədik. Heç bir YouTuber bizə bir dənə təkan arxadan belə deyək, tələməyib, qabağa çəkməyibdir. Nə eləmişik, bu sözümün də üstündəyəm, axıra qədər də bu sözümü də deyəcəm. Özümüz öz şotumuza, özümüz öz izləyicilərimizin sayəsində biz bu zirvəyə qalxdıq. Yəni tanındıq. Demirəm bütün Azərbaycan, bəzi YouTuberlər kimi özümüzü daşmırıq ki, bütün Azərbaycan bizdən danışır, bütün Azərbaycan bizi tanıyır. Yox, biz elə bir şey danışırıq. Bəzi YouTuberlər də deyirəm, Azərbaycanlı YouTuberlər, hamınıza hörmətim var, hamınızı Allah canı sağ eləsin. Sözü öz üstünüzə götürməyin, özünüzə aid eləməyin. Erməni YouTuberlərini deyirəm. Özünə hörmət eləməyin, erməni YouTuberlərini deyirəm ki, yəni belə izləyicilərlə borcu danışırlar, özlərinə hörmət eləmirlər. Özünə hörmət eləməyən bir YouTuberdə izləyicisinə nətər hörmət eləyəcək. Siz özünüzə götürməyin, bu sözlərimi özünüzə götürürsünüz. Bir də bəzi YouTuberlər var, yaman başlayıblar bir-birini qırmağa. Yəni qırmayın bir-birinizi. Bu da nə var? Platformadır, həm ekran arxasıdır, həm monitor arxasıdır. Monitor arxası şir yox, monitor arxası sadə olmaq lazımdır. Yəni ucaldıqca, meyvə ağacı ucaldıqca heç vaxt tik olmur. Meyvə ağacı ucaldıqca, bar verdikcə başını aşağı. Yəni çalışın siz də onun kimi, nə qədər ucalsınız da yekəxana olmayın, sadələşin. İzləyicilərlə bacardığınız qədər vaxt keçirin, danışın, söhbət edin. Bacardığımı anda olsun Allah'a izləyicilərim üçün edirəm. Bacarıram, girirəm, oynayıram. Mən artıq rasxod belə deyim, artıq rasxoddur orada o işarəsi. Nədən 300-dən orada takipçi yığmaq olacaqdır. Deyərəm artıq rasxoddur, nəyimə lazımdır. And olsun Allah, mən onu ona görə eləmişəm ki, burada izləyicilərimizi dolduraq. Yəni 300 nəfəri bura dolduraq, 300 dənə izləyicimizi bura dolduraq ki,
şəxsidən yazanlar olur. Özünüz görürsünüz, şəxsilər bir-biri oxudaram sizə. Şəxsidən yazanlar olur. Vaxtım olduqca cavablayıram. Hamınızdan söhbət edirəm. Odaya çağırırsınız, odanıza gəlirəm, odanızda danışıram. Yəni hər bir şeydə aramızda mehribançılıq, hər bir danışıq olur, hər bir söhbət olur. Hər bir deyəndə bəzilər başqa cür başa düşəcəkdir. Oyun haqqında da, yəni hər bir şey danışırıq, deyirik, gülürük, söhbət edirik. Yeri gəlir, məsələn, imkan olur, hədiyyə verirəm, imkan olmur, başa salıram. İmkan olmur deyəndə, məsələn, belə deyim də, biri gəlir YouTube-da əziyyət çəkir, YouTube kanalında bizə dəstək olur, əziyyət çəkir, digəri isə hazıra qaçır, WhatsApp-dan yazır ki, ma elmas ver. Özdə elə yazmır, ki, zəhmət olmasa ma elmas, yox, elə yazmır ya. Davay ma elmas ver. Elə şey olmaz uşaqlar, elə şey olmaz. Həm yaşca sizdən böyle 23 yaşım var, bəziləriniz yaşımı bilmir, bəziləriniz çoxsu əmi deyir, əmi deyir. Yəni əmi yaşda deyiləm, əmi yaşımda olmağa hələ bir 10 il var. 23 yaşım var uşaqlar, bəziləriniz yaşı bilmir. Belə, yəni Azərbaycanlı YouTuberlər, yəni çalışın siz də YouTube'a təzə başlamaq istəyənlərə dəstək olun. Zərbə vurmayın ki, səndən YouTuber olmaz, səndən nə olmaz, nə olmaz. Belə şeylər danışmayın. Yəni dəstək olun, onlar da bu irəli getsin. Çoxunuz da bilirəm ki, özünüz öz şotunuza qalxıbsınız da izləyicilərinizin dəstəyi ilə. Yəni hamıya gəlib hansısa bir YouTuber köməkliyi eləməyib, hansısa TikToker köməkliyi eləyib tanıtmayıb. Yəni belə platformada bəziləri var, hasadlıqla qalxıbdır. Onlar da bir sözüm yoxdur. Yəni normal bir şeydir, halaldır, başına baş qurban. Hansısa gelib YouTube'un, TikTok'un şotuna qalxıbdılar, bacarana baş qurban, can qurban. Yəni ona heç kim heç nə deyəməz, ona heç bir sözümüz yoxdur. Eləyir, bacarır, halal olsun, yaxşıdır. Yəni yerdə qalan digərdə ki, bunu deyim, YouTube'a təzə başlamaq istəyən izləyicilərin nəzərinə, kimlər ki YouTube'a başlamaq istəyəcəkdir, YouTube çəkməyi bacaracaqdır, danışıb YouTube çəkə biləcək, qəşəng editlər eləyə biləcəkdir. Yəni nəsə eləyə biləcəkdir. YouTube dəstəkçilərimiz, izləyicilərimizin nəzərinə, bizim dəstəkçi izləyicilərimizin nəzərinə. Kimlər ki istəyəcəkdir YouTube'a başlamaq, biz görünməz olaraq sizə özümüzü göstərmədən öz dəstəyimizi göstərəcəyik. Yeri gəlsə YouTube kanalımızda dəstəyimizi göstərəcəyik. Yeri gəlsə TikTok'da, yeri gəlsə Instagram'da, bu platformada biz sizə öz dəstəyimizi göstərəcəyik. Az yaşlı uşaqlar, yəni 40-50 yaşlı dayda nə işi var YouTube'da, o çəkməz yəqin ki, elə biri yoxdur. Yəni az yaşlı uşaqlar var, YouTube'a həvəsləri var, çəkmək istəyirlər. Yəni YouTube böyük bir şeydir. Bu platformada bu qalxmaq yəni əziyyətdir də. Yəni bu platformada qalxmaq elə bir çətinlikdir ki, yəni ağla gətirmək olmaz da. Yəni bu çox çətin bir şeydir. Həqiqətən platformaların TikTok'dur, Instagram'da hasaddır. YouTube kimi çətin platformu yoxdur. Biz də ona görə YouTube'a başlamaq istəyən gənclərə, az yaşlı uşaqlara öz dəstəyimizi göstərəcəyik. Lazım olsa reklam eləyəcəyik, hər bir şey eləyəcəyik. Biz onları tanıdacağıq. Yadınıza gəlirsə də, yəni biz yalancı deyilik. Hər bir dediyimiz sözün üstündə dururuq, əməl edirik. Mən YouTube'a təzə başlayanda demişdim ki, inşallah 10.000 abunə olaq. Öz dəstəyimi göstərəcəm sizə. YouTube'a başlamaq istəyən bütün gənclərə dəstəyimiz verişik ki, YouTube'da irəli getsinlər. Onları çalışacaq, paylaşaq, eləyək, hər bir şey eləyək 10.000 abunədən sonra. Amma belə çıxmasın, 10.000 abunəyə ehtiyac yoxdur. Elə günün bu günü də başlamaq olar ona o şeyə. Yəni, kim YouTube'a başlamaq istəsə biz ona dəstəyimizi bildirəcəyik, dəstəyimizi göstərəcəyik. And olsun Allah, qarşılığında sizdən biz bir qara qəpik də istəmirik. Heç bir şey lazım deyil. Sizin canınızın sağlığı əsas odur, təmsil eləyərsiniz, ürəyiniz istədiyi platformanı, ürəyiniz istədiyi oyunu, ürəyiniz istədiyi vlog çəkərsiniz, nəsə iti pişiyi çöldə, nə istəsə çəkərsiniz. Əgər YouTube'a həqiqətən marağınız varsa da, istəyiniz varsa da, mənim üçün fərqi yoxdur, kimliyindən asılı olmayaraq. Pulu var, pulu yoxdur. Yəni biz elə şeyə baxmırıq. Şükür Allah, özümüzün hər bir şəraitimiz var, imkanımız var. And olsun Allah, yəni heç kimin bir qəpiyinə ehtiyacımız yoxdur. Yəni çalışaq, əgər başlayacaqsınızsa da, YouTube'a başlamaq istəyirsinizsə də, söyüşdən aralı olun. Yəni heç kim əlini qatlayıb deyəməz ki, görünməz belə söydü, elə söydü. Mən klanıma girmək istəyənlərin nəzərinə, bizim klanda
söyüncə icazə yoxdur. Söyünc heç kim söyə bilməz. Yəni söyüncə icazə yoxdur. Söyünc söyən atılır, dalaşan atılır, takım yoldaşına hörmətsizlik edib takımdan atan atılır. Yəni bir çox şeylər var, qadağandır. Klanda qadağandır. Nəzərinizə çatdırın, klanımıza da gəlmək istəyənlər gələ bilər. Gündə 2000-dən çox puan. Yəni elə bilməyin ki, klana adam yığanmır, klana gəlmək yoxdur, adam yoxdur. Bu dəqiqə klanımız 190 plat az deyil, hardasa 35-də idi, 34-dədir, sıra 34-dədir. Bizim güclü kasanlarımız Ciril klanına dəstəyə gediblər, köməyə gediblər. Bu daşların hamısı yeni izləyicilərimizdir. Yəni istəklər çoxdur uşaqlar, istəklər yəni bizdə çoxdur. Yəni istəklər dəhşət çoxdur, klana qatılmaq istəyənlər çoxdur. Klanımız da 52 doludur, 3 nəfər də qəbul edir, 55. Yəni, klana istəyimiz doludur, yəni o problem yoxdur. Bəzilərlə bəlkə, yox gəlim, günə 2000 kasmayım, nədə adam şey klanda olsun, görünməz klan. Yox uşaqlar, elə hörmətsizlik eləməyək. Kimin günə kimlər kasa bilirsə gəlsin, buyursun gəlsin. Kimin dərsi var, imtahanı var, işi var, qutarandan sonra gəlsin. Yəni biz demirik ki, heç vaxt yox, icazə yoxdur. Hava qutaran onu da gələr. Uşaqlar bir də hədiyyə atıbsınız. Yenə 3 nəfər hədiyyə atıbdır. Çox sağ olun, Allah canınızı sağ eləsin. Yəni var olun həqiqətən. Mənim üçün hədiyyənin önəmi yoxdur. Belə önəmi deyəndə önəmlidir hədiyyə. Sadəcə qiymətinin önəmi yoxdur ki, qəpiklə olsun, elma. Çalışın elmasla göndərməyin, özünüzü xərcə salmayın. Karakter zat elə şeylər atmaq istəyirsiniz, atın, bu da adınızı çəkər. Yəni bizdə elə şeyə önəm yoxdur da, bu mənə karakter atdı, nəyimə lazım. Vallahi sizdən gələn hər bir, and olsun Allah, bax bu bəyanı atırsınız, bax bura bir bəyanı gəldi sizdən. 28547-də bir bəyanı gəlməyinin özü mənim üçün bilsiz nətər. Adam uşaq kimi sevinir, izləyici bizə bəyan atdı, izləyici bizə bəyan. Neçə, baxın, ilk videoma baxın, başlayanda neçə, 15.000 bəyəni idi, 15.000 bəyəni idi. Artıq 13.000 üstə bəyəni gəlibdir. Yəni şotuna, öz şotuma yox, sizin sayənizdə, siz gəlirsiniz, bir saatdan bir məndə bəyan atmaq olur. Gündə məsələn 10 dəfə bəyan ata bilirsiniz. Məsələn bir saatdan bir girirsiniz, bəyan atırsınız, bir saatdan bir... Yəni belə bəyənlər bu, adacı o bizi sevindirir uşaqlar. Yəni nəinki o da qaldı hədiyyə. Bir də ayar uşaqlar, bəzi youtuberlər göstərmir həssasiyyət. Məndə həssasiyyət belədir, yəni mənim üçün belə də oynayıram, belə də rahatdır, bilmirəm. Yəni həssasiyyətə çox önəm vermirəm. Bəziləri pulun həssasiyyət satır. Məsləhətdə də elə yəni öz işinizdir. İpman bizə hədiyyə atıb. Görək nə hədiyyəsidir. Açaq. Deməli bu heyvan adı nədir? Heç bilmirəm heyvan adı. Çox sağ ol, var ol, Allah canını sağ eləsin. Keçək Muithos bizə hədiyyə atıbdır. Karakterdir, karakterin də adını bilmirik. Çox sağ ol, var ol, Allah canını sağ eləsin. Deməli, sonra Rəsul Pro hədiyyə atıbdır. Rəsul Pro'nun da hədiyyəsini açaq. İt atıbdır, çox sağ ol, var ol, Allah canını sağ eləsin. Deməli, keçək başqa şeylərə. Bəli, sözümüzün canı budaydı, söhbətimiz budaydı, söhbətimizi uzatdıyacaqsa, görmə söhbəti uzatdı. Yox, söhbəti uzatmadıq, sadəcə söz məndə elədi ki, söhbət gətirir. Ona görə danışdım, dedim, biləsiniz, xəbəriniz olsun. Uşaqlar, bildiyiniz kimi TikTokda öz aşirətimizi yaratdıq. Aşirət də bilirsiniz də nədir? Məsələn, görünməz davamçıları belə deyək, siz getdiyiniz hər yerdə tanınacaqsınız da. Bu görünməzdən gəldi, görünməzdən klanıda, görünməzdən arkadaşlığında var, hər bir şeydə. Kimlər ki bizim aşirət üzvü olursa da, aşirət üzvü olanlar bir-birinizə takip atın. Bu sayədə platformada özünüzü tanıdın, özünüzü böyüdün. Məsələn, belə başa salım, aşirət. Mənim aşirət profil şəklim var, mən həmən adamı takip edirəm. Mən kimləri ki izləyirəm, siz olan hər birinə takip atın. Kimlərin ki üstündə aşirət şəkli varsa da, onlar da, həmin aşirət üzvləri də, siz də sizi takip edən hər birinə takip atın. Sizə kimlər ki aşirət üzvlərlə, kimlər ki takip atır, siz də onları takip atın. Və ən əsası, girin onların videolarını bəyənin, hər yorumunu bəyəni, yorum zat yazın. Bu sayədə siz özünüzü üzə, kəşfiyyətə salın. Yəni özünüz də özünüzə dəstək olmağı yaddan çıxartmayın. Özünüz özünüzə böyük bir dəstək göstərin. Özünüz özünüzə böyük bir dəstək göstərin ki, platformada irəli gedəsiniz də uşaqlar. Yəni belə pis çıxmasın. Yəni özünüz öz ayağınızda, özünüz öz şotunuza qalxacaqsınız.
Harda köməkli lazım oldu. Biz yenə öz köməyimizi, öz dəstəyimizi göstərəcəyik, irəli aparacaq sizi. Keçirik burada TikToka. İlk öncə TikToka keçirik. Uşaqlar TikToka keçirik. Deməli, sizə öz aşirət üzvlərimizi göstərdik. Bunların hamısı deməli bizim aşirət üzvlərimizdir. Görürsüz, bunların hamısı bizim aşirət üzvlərimizdir. Bu aşirət üzvlərinin hər birini təqibatı. Kim ki bu profil şəklini qoyursa da, gözlüyün bilən səsi aşağı elim. Hər kəs salam demə. İnşallah burada. Bu video baxsız. Deməli bu video baxsız uşaqlar. Bu videoda bu şəkili götürürsüz. Mən qoyduğum kimi profil şəkli üzvü qoyursunuz. Görürsüz, hamı qoyubdu. Hamı qoyubdu, yorumlar da gəlir. Bu aşirət üzvü şəklini qoyursunuz profilinizin üzünə. Siz aşirət üzvüsünüz. Mən də sizə takib atıram. Kimlər ki bizdə aşirət üzvüdürsə, mən onların hamısını takib atıram. Mən də takib atdıqlarımın hər birinə siz takib atsınız. Zəhmət olmasa TikTokda da bizə dəstəyinizi göstərən FF görünməz yazsınız. Çoxunuz bizim TikTokumuzu bilmir. FF görünməz yazsınız, TikTokda bizə dəstək olsunuz. Deməli, təzə o vaxtı paylaşdıqlarım qəşəng tutur, bilmirəm. Axırıncı paylaşdıqlarım çox zəifdir uşaqlar. Yəni dəstəyiniz çox zəif gəlibdir. Bilmirəm, bəlkə görmüsünüz, bəlkə baxmısınız, eləmisiniz, amma yenə də çox azdır. Bir də bu platformaya keçsiniz, aşirət üzvü olursunuz. Aşirət üzvləri üçün yeni bir hədiyyələr, yarışlar, hər bir şeylər olacaqdır. TikTok platformasında qeyd edim, nəzərinizə çatdırım. Keçirik bu platformaya. Bu platformanın linkini mən aşağıda qoyacağam. Pul qazanmaq kimlər istəyirsə də linkdən aşağıdan qeydiyyatdan keçəcəkdir. Pulların bütün pul işinə biz baxacağıq da. Məsələn, burada heç bir çətinlik yoxdur. Hər bir şey hasaddır, pul qazanmaqdır, zaddır. Yəni hər bir şey buranın hasaddır. Pul qazanacaqsınız, istəsəz pulunuzu yığarsınız manat şəklində, istəsəz də elmas vurarıq sizdə. Aylıqdır, həftəlikdir, 100 elmasdır, 100 elmasdan yuxarı bilməm 200, 300, 400, 500, 1000, 10 min, 100 min, 200 min elmaslardır. Yəni hər bir şey vurarıq sizin üçün, fərq eləmir, həll eləyərik məsələni. Deməli, mən də çəkilişdən sonra bu gün vaxtım olmayıbdı. Hardasa bir 15 dəqiqə işlədim, bir 15 dəqiqə bura baxdım, bir 43 rubl götürdüm, yığdım. Maşallah, bu gün 2 dənə izləyicimiz bizdən həftəlik götürdü. 2 dənə izləyicimiz həftəlik götürdü Wikisurfingdən. Wikisurfingdən bizdən həftəlik götürdülər. Bəli, yəni çalışsınız, eləyirsiniz, yəni gün ərzində yığmaq hasaddır. İstəsiz həftəlik vurun, istəsəz də pulunuzu götürün, pulunuzu yığın. İndi mən onlara pul təklif elədim ki, istəyirsiniz pul verim, dedi yox, biz həftəlik, ikisini də həftəlik göndərdik 2 izləyicimizə də. Bəli, indi keçirik nəyə? Keçirik digər platforma, TikTok. Bəli, bildiyiniz kimi YouTube kanalı Görünməz Yiti Ciril. Görünməz Yiti Ciril hesabına demişdik, abunə olun. Çox sağ olun, dəstəyiniz üçün böyük bir dəstək göstərdiniz. Bir həftə ərzində 325 abunəsi oldu. 325 bir həftə ərzində sıfırdan başlamışdı. Yəqin ki, yadınızdadır. Hər biri sizin sayənizdə çox sağ olun, dəstəyinizi göstərdiniz. Və sizə biz nə demişdik? Ayın 20-si sizin üçün çarx keçirdişik. Kimlər ki, bu aşağıdakı mənim hesabım 1600 izləmə gəldi. Çox süperdir. Kimlər ki, aşağıdakı abunə olub aşağıdakı videoya, mənim hesabımın incələmə videosunun idisini yazacaqsa, biz olan adın çarxı əlavə edəcəyik. Çarxda biz onların fırlayıcı 3 nəfərə həftəlik. Yəni çarx da zətdir, hər bir şey gözünüzün qabağında edirik. Bəziləri kimi hədiyyə verişik çarx. Yəni yaxşı, heç nə onda qayaq qırağa, ondan danışmıyor. Hər bir şey gözünüzün qabağında edirik, hər bir şey. Yəni bizim sizdən heç bir gizlədəcəyimiz, yalanımız, adımız yoxdur. 3 nəfərdir, həftəlik çarxıda fırlayacaq. İnşallah idilərini də götürüşük, yazacaq görək kimlərdir. Yəni həqiqətən belə bir adamlar varmı, yoxsa kimsə idisini səhv yazar eləyər, yenə də videodan baxsın, bizə xəbərdarlıq eləsin. Ona görə girin, daxil olun, bu YouTube kanalına abunə olmağı yadınızdan çıxartmayın. Bu YouTube kanalına abunə olun, YouTube kanalını izləməkdə qalın. Qəşəng, həm elmas xərcləmə çəkir, həqiqətən mən özüm də izləyirəm, mən özüm də xoşuma gəlir. Hər videosuna baxıram, videolarına baxıram, bəyən atıram hər bir videolarına, həqiqətən xoşlayıram. Yazıblar, bax görünməz Yitidən gəldim. Hər biriniz çox sağ olun, qəşəng yorumlar zətlər yazsınız, yəni çox süper yorumlar yazsınız. Allah hər birinizin canını sağ eləsin, hər biriniz dəstək olursunuz, yorumlar yazsınız, hər bir şey eləyirsiniz. Bəli, sözümüzün canı onda dölü.
Bu da bizim YouTube kanalımızdır. Bizim de YouTube kanalımız maşallah çox sağ olun, dəstəklərinizi göstərirsiniz. Bildiyiniz kimi shorts yarışı var. Birinci yerə aylıq verəcəm, ikinci yerə həftəlik, üçüncü yerə də 110 elmas verəcəyik. Shorts videosu hazırlayırsınız bizim haqqımızda. Shorts videosu belə hazırlayırsınız. Biz də bu bütün videoları, siz göndərdiyiniz videoların hamısını paylaşırıq. Kimin videosuna ən çox baxış gəlirsə də biz ona aylıq birinci yerə, ikinci yerə, həftəlik, üçüncü yerə də 110 elmas verəcəyik. Bu öz yerində videolarımızda çox sağ olun, baxsınız. Bu axırıncı videomuz oğlan əlində telefon olan pul qazanmağı öyrədirik. 9 saat bundan qabaq paylaşmışıq. Girirsiniz, daxil olsunuz. Link aşağısında yorum belə göstərək sizə. Deməli, pul qazanmaq linkə basınız, daxil olsunuz, girirsiniz. Kimlər nə yazıbdı görək. Abi seviyorsun, hepiniz seviyorsunuz. Çox sağ olun, var Allah canını sağ eləsin. Qaqaya Ruscadır, anlamıram. Rusca bilməyinə ehtiyac yoxdur. Platformada sizə hər bir şey başa salmışam. Özdə ingilis dilində qoya bilirsiniz. İngilis dilində anlayışınız varsa da əlavə də olaraq qeyd edib nəzərinizə çatdırım. Platformada rus dili bilməyinizə heç bir ehtiyac yoxdur. Hər bir şey başa salmışam. Videonu izləyin. Baxın sonra nə yox. Bax, yazıbdılar. Qartal yazıb, abi bunu necə yükləyə bilərik? Yükləmək mümkünsüzdür. Yükləmirsiniz. Sadəcə qeydiyyatdan keçirsiniz, linkdən qeydiyyatdan keçirsiniz. Sonra hər birinizin yorumunu oxuyamışam, elə üzdən oxuyuruq. Sonra yazıbdılar. Meditsiz yazıbdı. Qubada işıqlar sönüb, sırf bu videoya baxmaq üçün heç vaxt açmadığım megabayt astım. Görülməz yeti. Həqiqətən çox sağ olun, var olun. Həqiqətən sizin kimi izləyicilərimiz bizim nə qədər varsa da, yəni belə hörmət qoyan, dəyər verən. Yəni sizin belə deyim, heç vaxt ödənilməz əziyyətiniz, bizə göstərdiyiniz dəyər qarşılığı mənim ödəməm mümkünsüzdür. 100 elmasdır, aylıqdır, həftə heç bir şeylə ödəmək mümkünsüzdür. Yəni çoxunuz az yaşlısınız. Bu platformada mənim indiyə qədər videolarımın hamısını bir başına baxın. Heç bir platformada videolarımda heç birində söyüncü işlətməmişəm, söyüş danışmamışam. Yenə deyirəm, yəni insan nə qədər ucaldıqca sadələşməlidir. Biz də sadəliyi öyrətmişik, böyüklərimizdən sadəliyi götürmüşük. Yəni belə pismasın, heç vaxt söyüş danışmarıq yanınızda, artıq əksik danışmarıq. Videolarda bacardığımız qədər. Yəni bacarırıq, realda da beləyik. Realda nə təriksə də sizə də elə bu da özümüzü göstəririk. Yəni realda nə isə də bu da o yox. Yəni özümüzü gizlətmirik ki, realda belədir, oyunda belədir, platformada belə göstərir. Yox, nə isə odur. Sadə bir insanam. Mən də sizin kimi sıravi bir vətəndaşım, sadə bir insanam. Sonra yazıb Əli Bayramov. Əlişan Bayramov yazıbdır, ürək sənədi. Çox sağ ol. Şamkirdir, Şumkir. Aktiv izləyicimizdir, həqiqətən çox aktiv izləyicimizdir. O da yazıb adam yeyən. Profil adımız bizim adam yeyəndir. Onu yazıbdır. Birində adam yeyən qoymuşuq, birində adam içən qoymuşuq. Ona yazıbdır. Həqiqətən aktiv izləyicimizdir. Bəli. Çox sağ olun, var olun, dəstəkləriniz üçün hər biriniz sevilirsiniz. Keçdik nəyə? Keçdik çarx fırlamağa. Həqiqətən düzəltmək çox çətin oldu. Bir idləri yazmaq, götürmək, kopyalamaq çox əziyyət oldu. 100 dənə id olmalı, bu da səhvləməsə 100-dən çox idi var. Hər birini yəni gecə yatmayıb, bunlar bir yapışdırmışıq. Deməli, çarxı fırlamağa keçək. Əsas məsələ. Kimə düşsə həftəlik veriləcək. 3 nəfəri fırlanılacaqdır, 3 nəfərə həftəlik veriləcək. Baxaq görək kimlər düşür. İlk öncə düşdü, görək kim düşdü. Bax, bu niyə fırlanır? Deyəndə nə? Aha, kimdir? Sənsən, bax, sən uddun. Yəni, həqiqətən kim uddusa da, yəni, ən bəxti gətirən adamdır. 931 yazaq. Birisini yazaq. 931 00 597 7-8 bir dənə 8. Deməli, ilk qalibimiz Bard SS eləyəcək.
bizden bir həftəlik kazandı. Özde bizim arkadaşlığımız da var. Lap yaxşı. Allah canını sağ eləsin. Sen bir dənə həftəlik kazandın. İkinci çarxı fırlayaq. İkinci çarxı sevirək ki, ikinci qalib gələnimiz kimdir? Bir de nəzərinizə aşiret üzvü olmaq yerinizdən çıxmasın. TikTok'a girirsiniz, daxil edirsiniz, aşiret üzvü olursunuz. Aşiret üzvü olursunuz, özünüzdə hədiyələr, yarışlar görəcəksiniz. Aşiret üzvülər üçün də böyük bir hədiyələr, oluşlar olacaq. Biz de kimləri ki takip edirik, olan hamısını takip edirsiniz. Bu videosuyla biraz balacadır. İndi yoxlayaq. 772 1 60 60 60 96 960 60 960 bu da bir tane dolar, bir tane rubl. İkinci bir saat bundan qabaq şrifti Rəhimov TT. İkinci qalibimiz budur. SS eləyirik. Üçüncü qalibimizə keçirik. Üçüncü kimdir? Uşaqlar. Belə yarışlar keçiririk. TikTok'da aşiret üzvləri üçün də yarış gələcək. Qeyd edin, nəzərinizə çatdırın. Kimlər sizə çəksinlər, TikTok'da aşiret üzvü olsunlar. Polis əlavə olaraq da aşiret üzvü olmaq yerinizdən çıxmasın. Görünməz Ciril kanalına da abunə olmaq yerinizdən çıxmasın. Yenə ortaya yarışlar keçiriləcək, hər bir şey keçiriləcəkdir. Deməli 7785 1737 27. Bu kimdir? Bu da Asi'dir. Bəli, bunu SS'lərdik. Video paylaşana kadar sizin elmaslarınız göndəriləcəkdir, həftəlikləriniz göndəriləcəkdir. Qeyd edin, nəzərinizə çatdırın, xəbəriniz olsun. Bəli, yenə yarışlar olacaq. Görünməz Ciril kanalına abunə olmaq yadınızdan çıxmasın. Günə kimlər ki, kiminlə çox puan kasırlarsa da klanımıza girə bilir. Yenə söyüş danışmaq olmaz klanda. Kimsə takım yoldaşını takımdan atmaq olmaz. Belə, budur qaydalarımız. Aşiret üzvləri də olsuz. Kimlər ki, aşiret üzvü olacaqdırsa da onlar üçün də yarış hazırlanır. Qeyd edin, nəzərinizə çatdırın. Aşiret üzvü olmaq yadınızdan çıxmasın. Və ən əsası da YouTube'a başlamaq istəyən az yaşlı, ümumiyyətlə yaş həddi yoxdur. YouTube'a başlamaq istəyən kimlər ki, YouTube platformasına başlamaq istəyirsə də biz onlara öz dəstəyimizi göstərəcəyik. Hər bir dəstəyimizi göstərəcəyik. Pul da qazanmaq kimlər istəyirsə də bir qəpik qoymadan, mən necə ki internetdən bütün pullarımı qazanıram. Siz də aşağı link qoyacağım. Linkdən qeydiyyatdan keçərək, bundan qabaqki videonu izləyərək pullarınızı qazana bilərsiniz. Gündə 5-3 həftəliyin pulunu qazanacaqsınız. Biraz vaxt keçəndən sonra günə 2 dənə aylığın zaten pulunu çıxardacaqsınız. Yəni platformadan tam başınız çıxandan sonra, anlayışınız çıxandan sonra hər yarım saatdan bir zadaniyalar yenilənir. Yəni yenilənir, yeni zadaniyalar gəlir. Bəli, nə deyək, videomuz bura qədər. Çox sağ olun, var olun. Hər biriniz göstərdiyiniz dəstəklərə görə Allah razı olsun hər birinizdən. Bir dənə də hədiyyəcə, Sadiqdən bir dənə də hədiyyəcə. Videonun keçməmişdən qalaq Sadiqin də hədiyyəsini atacaq, bir dənə də Sadiq. Əmi bu pişiyin adı Məsi olsun. Əmi məni qrupa alarsan bir kasa knala. Görünməz əmiyə aid. Pişiyin adı deyir Məsi olsun. Deməli, Quşanaq, çox sağ ol. Pişik, sənin adı qoydular, sənin adın oldu Məsi. Axır ki, pişik ad tapıldı, pişiyimizin adını qoyuruq Sadiq adlı izləyicimizin istəyinə əsasən pişiyimizin adını qoyuruq Məsi. Pişiyimiz oldu Məsi. Artıq pişiyimizin də bir adı var. Zəhmət olmasa pişiyimizə pişik deməyin, pişiyimizə adına müraciət edin. Onun adı Məsidir. Çox sağ olun, var olun, hər biriniz özünüzə müğayət olun. Allah amanında. Sağ olun. Bir dənə də hədiyyə gəldi. Gözün sağollaşmayaq, bir dənə də hədiyyə gəldi.
Ayda, sağollaşmaq istəyirəm uşaqlar. Bir dənə də hədiyyə gəldi. Deməli Vəhşi 55 Vəhşi 44 adlı izləyicimizdən bir dənə də hədiyyəmiz gəldi. Uşaqlar sağollaşamırıq deyəsən belə video uzamışaqdı, sizlə sağollaşamışıq. Deməli Vəhşi 55 Vəhşi 44 adlı izləyicimizdən hədiyyəni açaq görək. Görünməz əmi var olsun, istəməyən kör olsun. Həqiqətən uşaqlar, yəni həqiqətən çox sağ olun, var olun, Allah canınızı sağ eləsin. Yəni, hər biriniz öz dəstəyinizi göstərsiniz, hər biriniz belə deyim, platformada bizə heç kim eləmədiyi, yəni yaxşılıq edirsiniz, dəstəyinizi göstərirsiniz, hər bir şeyinizi göstərirsiniz. Həqiqətən uşaqlar çox sağ olun, var olun, Allah canınızı sağ eləsin. Ay, nə qəşəngdir. Çox sağ olun, çox sağ olun Vəhşi. Allah canınızı sağ olun. Bu gör nə qədər hədiyyə gəlir. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12 dənə düz hədiyyə. Uşaqlar, hər biriniz çox sağ olun, Allah canınızı sağ eləsin. Yəni, bunların hamısı bilirsiniz nədir? Bunların hamısı sizin bizə göstərdiyiniz, bizə qoyduğunuz hörmətdir. Yəni, bunların hər biri budur ki, bizə hörmət qoyursunuz, hörmət göstərirsiniz, bizə öz dəstəyinizi göstərirsiniz uşaqlar. Həqiqətən hər biriniz çox sağ olun, hər birinizdən Allah razı olsun. Bacardığım qədər hər birinizə dəstək olacağım bu platformada. Yəni, kim nə deyir, desin. Yəni, siz bilirsiniz, gələcəyinizi fikirləyin. Qabağa bax, YouTuber olmaq istəyirsiniz, səsin pisdir, nə sözü səhv deyəcəm, nə qədər, heç nəyi fikirləşmir, heç nəyi sizə heç kim asmır, kəsmir. Səsim pis, kimin səsi? Mənim səsim görə ki, yaxşıdır. Heç kimin, heç bir səsi zadı, heç nəyə yaxşı deyil. Uşaqlar, keyf edin, heç nə, mənim yaşım azdır, mən səsli danışamayacağam, mənim səsim zəif çıxır, mənim səsim pis çıxır. Uşaqlar, heç nəyi vecinizi almayın, heç nəyə. Heç nəyə, heç nəyə. Başlamaq istəyirsiniz bu platforma, pajalosta, başlayın. Kim nə deyər, kim nə, heç nəyə vecinizi almayın uşaqlar. Başlamaq istəyirsiniz, əlinizə bu cavab fürsət düşür, dəstəyimi göstər, başlayın. Başlayın platformada və salam. Dəstəyimi mən özüm sizə göstərəcəm. Oldu uşaqlar, sağ olun, var olun, Allah amandır, özünüzdən nə idi? Özünüzdən müğayət olun. Görürsünüz uşaqlar, yəni bu platform, mən buranın səsi kəsib düzəltmirəm, o səsi mən o səhv dedim, məsələn, o səhvi özümdə gülərək üstünü örtürəm, gülərək bağlayıram. Yəni heç yadınızdan da çıxacaq ki, görünməz, bir dəfə bu sözü səhv dedi. Üstündən 2 gün keçəndən sonra, 2 saat keçəndən sonra heç kim yuxuda yatanda fikirləşməyəcək ki, ayda görünməz videoda sözü səhv dedi. Güləcək. Yox, yox. Elə bir şey yoxdur. 1 saatdan sonra, 2 saatdan sonra yadlarından çıxacaqdır. Ona görə keyf edin. Başlamaq istəyən var, mən öz dəstəyimi göstərirəm. Başlayın. Başlayın bu platformaya. Gəlin məni keçin. Bacaran var, gəlsin məni keçsin. Həqiqətən inşallah kim başlamaq istəyir, gəlsin dəstəyini göstərsin, məni keçsin. Mənim üçün o böyük bir fəxr olar ki, izləyici məni keçdi. Həqiqətən böyük bir fəxr olar. Sağ olun uşaqlar, var olun, Allah amanında.